İzləyicilərimiz, bugün işimizin sonunda yenə Hicaz Mərasim evində kompotumuzu bağlayırıq. Bu hazırlanan qış tədarükü ən çox yəni Ramazan süfrələrimiz üçün hazırlayırıq ya da ev üçün. Yəni bir də görsən sual verirlər ki, mürəbbəni də mərasim üçün bişirirsən. Yox. Yəni o şeylər işin axırında Ramazan süfrələrimiz üçün olur. Bəzən toy olur, burada dini toylarımız onlar üçün olur. İndi bugün bir burada yemişən kompotunun hazırlanmasını sizlə paylaşacağım. Yemişən kompotu üçün biz bu qara təzə yemişənləri götürürük. Çalışın ətli, dadlı yemişənlər olsun. Bizim aldığımız yaxşı sortuydu. Yəni iri dənələri iri idi. Dadda təzə olduğu üçün yaxşıdır. Bir də limonumuzu götürmüşük. Limonlarımızı da dəyərləndiririk. Hər bir litrelik bu turpaya bir stəkan, armudu stəkan, şəkər tozu. Bir de bir stəkan ilə təqribən yemişən tökürük. Yemişənlərimizi qaynatmadan, yalnız qaynar su töküb bağlayacağıq. Qaynayan suyu da tökürük üzərinə. Yemişən C vitamini tərkibli çox zəngin bir meyvədir. Yəni qrip xəstəliyində bütün viruslara qarşı çox güclüdür. Ona görə çalışın bu payızda bu gözəl meyvədən kompot hazırlayın ki, qışa viruslarınıza qarşı dayanıqlı olun. Kompotlarımızı şəkər tozu ilə bir yerdə çalxalayırıq ki, alt üst yaxşı qarışsın. Çünki qaynamadığı üçün yaxşı qarışmasa dilində çöküntü olacaq. Gördüyünüz kimi meyvə özü tam yetişmişdir, ona görə rəngini buraxmağa başlayır. Yəni bu elə dəmləməsi bəs eləyir ki, qış üçün çox gözəl. Həm limon var içərisində, həm yemişən. Hər ikisi elə bilin ki, qripi tam bir müalicə kimi. Qrip oldu, bir dənəsini açın, için. Çox gözəl sağlamlıq olacaq sizin üçün. Bunların indi sütlərini də bağlayacağıq. Siz də hazırlayın, nuş olsun. Hər vaxt sağlam olun. Elə sağlıq üçün də bu meyvədən istifadə edin kompotlarını. Elə yeyəndə də gözəldir bunun meyvəsi.